Salam uşaqlar, fəzaya aid belə bir suala baxaq. Verilən ölçülərə əsasən oturacağı düzbucaqlı üçbucaq olan düz prizmanın tam səthinin sahəsini tapın. Düsturla da getmək olar. Əgər düstur yadımızda qalmayıbsa, biz fikir verməliyik ki, bu düzbucaqlı üçbucaqlı prizmadır. Üçbucaqlı prizmanın neçə üzü var? Üçbucaqlı prizmanın 5 üzü var. Demək, hər bir üzünün sahəsini tapıb ayrı-ayrıqda toplaya bilərik. Yəni düstura heç ehtiyac qalmaz. Biz görürük ki, bunun oturacaqları düzbucaqlı formalıdır. Düzbucaqlı üçbucaqda sahə necə tapılırdı? Katetləri hasilinin yarısı, yəni yadımıza salsaq, S bərabərdir AB bölünsün 2 idi düsturumuz. Yəni 9-u vurarıq 12-yə, bölərik yarıya, düşər 54. Yəni 12 ilə 2-ni xısar apardım. Digər oturacağı tapsaq, S1, S2. Yenə 9-u vurarıq 12-yə, bölərik 2-yə. 54. Demək, 2 dənə oturacağının sahəsini tapdıq. İndi qaldı 3 oturacağının sahəsini tapmaq. Yəni, hər bir üzünün sahəsini tapmalıyıq. Əslində, düstur bizə belə deyir. Yəni, P oturacaq vurulsun H. Perimetri tapıb hündürlüyə vurarıq qısa olaraq. Perimetrdə neçədir? 9 sm, 12 sm, 15 sm-dir. Yəni, toplayarıq. 9, 12 və 15. Toplasaq 36, vurarıq 18-ə, düşər 648. 648 kvadrat santimetr. Demək, biz 3 üzünün sahəsini tapdıq. Yenə deyirəm, əgər P oturacaq vur H düsturu yadımızda deyilsə, hər bir üzünün ayrı-ayrıqda sahəsini tapa bilərik. Yəni 15-i vurarıq 18-ə, digər üzü, yəni tili 12-ni vurarıq 18-ə, digər 9-u vurarıq 18-ə. Yəni, burada hər ikisində 18 olduğu üçün mörtəzə xaricinə çıxardarıq vurğu. Yəni, düstur yadımızdadsa P oturacaq vur H. Əgər yadımızda deyilsə, hər bir üzünün sahəsini ayrı-ayrıqda tapıb toplamalıyıq. Demək, biz 3 üzünün sahəsini 648 tapdıq. Digər üzləri 54 kvadrat santimetr, 54 kvadrat santimetr. Hər üçünü toplayarıq. Demək, 648 plus ikisinin cəmi 108. 8 üzərini 8, 16, 6 yazarıq. 1 yadda 4, 1 yadda 5, 6-ın üzərini 1, 7. Demək, üçbucaqlı prizmanın sahəsi 750 kvadrat santimetr.